Süni uşaq qidalarının qiymətləri artmaqda davam edir. Bu da əksər ailələrin büdcəsinə uyğun deyil. İllərdir sözügedən məsələ aktuallığını qoruyub saxlayır, qiymətlər isə tənzimlənmir. Ümumiyyətlə artım hansı səbəblərdən, nəyə əsasən baş verir? İqtisadçı ekspert Xalid Kərimli deyir ki, Azərbaycana uşaq qidaları xaricdən gətirilir. Ölkədə də bu istehsal təşkil olunsa, bu demək deyil ki, qiymətlər mütləq ki, ucuz olacaq. Çünki uşaq qidalarının tərkibi, materialı, texnologiyası hamısı ya patentləşdirilmiş formulaları ölkə daxilində uşaq qidası istehsalı ənənələri olmayıb. Nə bu sahədə mütəxəssislər var, nə ümumiyyətlə texnologiya da xaricdən gəlir, materiallar da xaricdən gələcək, xam mal da xaricdən gələcək. Müsahibimizin sözlərinə görə qiymətlərin yüksəlməsinin səbəblərinə idxal, daşınma, saxlanma xərcləri və s. kimi məqamlar daxildir. Əslində hər qiymətə süni uşaq qidaları görə bilirik. Brendinə görə daha bahalı olanlar da var, daha aşağı qiymətə təklif edənlər də. Xüsusilə MDB məkanından bizə idxal olunan süni uşaq yeməkləri daha ucuz və əlverişlidir. Çünki burada ticarətdə MDB ölkələrində rüsum yoxdur və daşıma xərcləri də daha optimaldır. Amma Avropadan, Amerikadan gələn uşaq qidaları isə kifayət qədər baha olur. Burada həm də idxal alış qiymətlərinin baha olması və daşıma xərclərinin yüksək olması və rüsumların olması burada önəmli rol oynayır. Hər bir vətəndaş öz cibinə, büdcəsinə uyğun süni uşaq qidaları seçməlidir. Ya da doğru qaydasını öyrənib evdə hazırlamaq da mümkündür. Adı çəkilən qidalar Azərbaycanda müvafiq qurumlar tərəfindən qiyməti tənzimlənən məhsullar sırasında deyil və bazarda formalaşır. Zərintac Mayız qızı, Təbriz Quliyev, Misya TV.